üstə məğrur məğrur dalğalanan, bayrağına canım qurban Azərbaycan. Ruhuma can, cismim üçün vətən olan, torpağına canım qurban Azərbaycan. Torpağına canım qurban Azərbaycan. Başım üstə məğrur məğrur dalğalanan, bayrağına canım qurban Azərbaycan. Ruhuma can, cismim üçün vətən olan, torpağına can. Başım üstə məğrur məğrur dalğalanan, bayrağına canım qurban Azərbaycan. Ruhuma can, cismim üçün vətən olan, torpağına canım qurban Azərbaycan. Ruhuma can, cismim üçün vətən olan, torpağına canım qurban Azərbaycan. Ey anam, vətənim, ey doğma Qarabağ Azərbaycan. Sayın Gürkan Aryon Zeynallı Ekber Sərhədzi. Biz şanlı ordumuzun rəşadətin heyranıyıq. Döyüşən hər əskərin cəsarətin heyranıyıq. Ali baş komandanın siyasətinin heyranıyıq. Düşmanı yaman saldı çaş başa Azərbaycan. Yaşa Azərbaycan. Dilimizdə bir şuar var, yaşa Azərbaycan. Yaşa Azərbaycan. Səni dünya tanıdı birbaşa Azərbaycan. Yaşa Azərbaycan. Dilimizdə bir şuar var, yaşa Azərbaycan. Yaşa Azərbaycan. Səni dünya tanıdı birbaşa Azərbaycan. Yaşa Azərbaycan. Hazırlarsın. Hüseyinli Ali. Azərbaycanlar orasını bir eləməyib. Qarayev Xalid, Şəhid İmamlı Məhəmməd İki devlet bir millet hiç sual sorgusu yok. Hansı bir devletinse bizim kimi ordusu yok. Neçə devlet yığılıb gəlsə yenə qorxusu yok. Küləyin söküyübdü qardaşa Azərbaycan. Yaşa Azərbaycan. Dilimizdə bir şuar var, yaşa Azərbaycan. Yaşa Azərbaycan. Səni dünya tanıdı birbaşa Azərbaycan. Yaşa Azərbaycan. Dilimizdə bir şuar var, yaşa Azərbaycan. Yaşa Azərbaycan. Səni dünya tanıdı birbaşa Azərbaycan. Yaşa Azərbaycan. Azərbaycan vətən övladlarını keşiyində görə hər an vətən övladlarını. Vətən uğrunda verən can vətən övladlarını. Qızıl hərflə yazır yaddaşa Azərbaycan. Yaşa Azərbaycan. Dilimizdə bir şuar var, yaşa Azərbaycan. Yaşa Azərbaycan. Səni dünya tanıdı birbaşa Azərbaycan. Yaşa Azərbaycan. Dilimizdə bir şuar var, yaşa Azərbaycan. Yaşa Azərbaycan. Səni dünya tanıdı birbaşa Azərbaycan. Yaşa Azərbaycan. Ekber Sərhədzi. İlhamla irəliyə gedirik, sevirik biz
vətəni Sabaha ümidlə baxırıq, unutmuruq dünəni Sən özün fikirləş ki, kimsən axı erməni Səni saldı necə dağdan daşa Azərbaycan Yaşa Azərbaycan Dilimizdə bir şuar var, yaşa Azərbaycan Yaşa Azərbaycan Səni dünya tanıdı birbaşa Azərbaycan Yaşa Azərbaycan Dilimizdə bir şuar var, yaşa Azərbaycan Yaşa Azərbaycan Səni dünya tanıdı birbaşa Azərbaycan Yaşa Azərbaycan Sevgili Mehmet Şerifov Ali Dörtler'de Selahattin İsmail Bu 30 il bizə vermiş elə işgəncə zülüm 30 ildə itirib ətrini xarı bülbülüm Budur məqsəd var mal ya Qarabağ ya da ölüm Bir dənə gülləsin atmır boşa Azərbaycan Yaşa Azərbaycan Dilimizdə bir şuar var yaşa Azərbaycan Yaşa Azərbaycan Səni dünya tanıdı birbaşa Azərbaycan Yaşa Azərbaycan Dilimizdə bir şuar var yaşa Azərbaycan Yaşa Azərbaycan Səni dünya tanıdı birbaşa Azərbaycan Yaşa Azərbaycan Sən yalanlar istəhi, həqiqətlər axtardın Hansı ki, həqiqətlər içində hər vaxt vardın Nə gözəl 20% torpağını qaytardın Sən bütövlüklə gəlirsən xoşa Azərbaycan Yaşa Azərbaycan Dilimizdə bir şuar var yaşa Azərbaycan Yaşa Azərbaycan Səni dünya tanıdı birbaşa Azərbaycan Yaşa Azərbaycan Dilimizdə bir şuar var yaşa Azərbaycan Yaşa Azərbaycan Səni dünya tanıdı birbaşa Azərbaycan Yaşa Azərbaycan Bu döyüşün qalibi Qırmızı Gül. Muhammedli Erdem Ariyon Nofur Zabit Dəvət olundu. Abdullazadə Özgür Digar. Qala döyüşləri nahar fasiləsindən sonra davam edəcək. Şerifov Ali Selahattin İsmailov Ramil Aslan Aslan İdman Kulübü Kara kırmızı verilmiş kaslar götürülüp çıkıyorsa zeynotan masaya yaklaşsın. Kara kırmızı verilmiş kaslar. Davet oldu. Boğdur eli oldu nefesli diyarı Canına can kurban Azerbaycan Aziz sen de eğilmeyen fügarımsan Uçağına can kurban Azerbaycan Savaşlardan anlaçı çıkan zaman Tarihlere bağışladın neçə qurban Hər qonşuda bir parçası əsir qalan Qurbana canım qurban Azərbaycan
üçün vətən olan torpağına canım qurban Azərbaycan. Torpağına canım qurban Azərbaycan. Başı üstə məğrur dağlanan bayrağına can qurban Azərbaycan. Ruhuma can, cismim üçün vətən olan torpağına canım qurban Azərbaycan. Ruhuma
tarihi anlamda ülkenin benimle yakınlaştı efendim.
Biz de İspanya'dan Kral belge. Aparat işleri. Böyle çekelim, böyle geçelim. Yok, oradan kes. Açılış mərasimi başlayanda bütün məşqçilər zəhmət olmasa arenada olsunlar. Gürültü örgüçlerine Adil Aliyevi karşılıyor. Hasan Hakem Güven. Gelir bu. Şimdi ama sen yetersin. Ay selam ederim. Yetersin. Allah neredesin? Maşallah. Maşallah. Böyle insanlar hamsı burada. Adımlar maşallah. Var ol, var ol. Sonra çekeceğim. Ben biliyorum abi. Okay, right now. Bizim de bakmayarak devlet organlarında işləyir, amma bizim başımızın qarşısında. Allah subhanahu Allah
zəhmət olmasa, hamı əyləşsin, açılış mərasiminə start verilir. Məşq Yerinizi alın. Hürmetiniz xeyri, hürmetli qonaqlar, əziz idmançılar və dəyərli məşqçilər. Hər birinizi milli qəhrəman Fred Asif'in əziz xatirəsinə həsr olunmuş kimboks turnirinin rəsmi açılış mərasimində xoş gördük. Bir cümlüklə alqışlar gəlsin, değerli dostlar. Teşekkürler ve sizden bir daha bir kontrol almışlar isteyeceğim ki üçüncü yarışımızın değerli hakimlerle üst üste sizin almışlarınızla arenaya davet ediyorum. Doğru
zəhmət olmasa, vətənimizin müstəqilliyi və suverenliyi üçün, ərazi bütövlüyü üçün, bərpası üçün canından keçmiş bütün şəhidlərimizi, eləcə də milli qəhrəmanımız Firin Asifin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edirik. Allah şəhidlərimizə rəhmət eləsin. Çıxış üçün ilk olaraq söz verilir. Azərbaycan Cümhuriyeti Federasiyasının Prezidenti Orxan Əliyev cənablarına alqışlarınızla dəvət edilir Orxan bəy. Dəvət edirik çıxış üçün. Əziz sərdi iştirakçılar, bugün Azərbaycan Kickboks Federasiyasının təşkil etdiyi bizim milli qəhrəmanımız Firin Asifin xatirəsinə həsr olunmuş turnirdə hər birimizi xoş gördük. Əlbəttə ki, bizim üçün bizim qəhrəmanlarımız hər zaman unudulmazdır. Biz onların xatirəsini hər zaman öz ürəyimizdə, işlərdə yaşadacaq. Və biz bugün gənc nəslə də aşırıyıq ki, bizim vətənimiz uğrunda öz canından keçmiş qəhrəmanların xatirəsi hər zaman uzaqsız olmalı. Firin Asifin həyatına nəzər salsın görərik ki, 1990-cı ildə başlayılan ermənilər arasında bu müharibədə Firin Asif böyük qəhrəmanlıq göstərmişdir. 1991-ci ildə yaratdığı batalyonla bir çox işgal altında olmuş torpaqların azad olunmasında şücaət göstərmişdir. Onun qəhrəmanlığı dillər əzbər olmuşdur. Təsadüfi deyil ki, 1992-ci ildə Firin Asifə milli qəhrəman adlı təqdim olunanda o bağlardan imtina etmişdir və əsaslı olaraq göstərmişdir ki, nə qədər ki, Azərbaycan torpaqları işgal altındadır, mən bu nişanlı sistemdə gəzə bilmərəm. Buna baxmayaraq 1998-ci ildə Ulu Öndər ona ikinci dəfə milli qəhrəman adını təqdim etmişdir və biz bir daha bütün dünyaya göstərdik ki, 44 günlük savaşında torpaqlarımızı tam şəkildə azad etdik və Ali Baş Komandanımızın rəhbərliyi ilə bütün Azərbaycan ordusu, o cümlədən bütün Azərbaycan milləti birləşərək bu işğala son qoydu. 30 ildən çox işğalda olan torpaqlarımız 44 günə azad olunmaqla biz bütün dünyaya öz gücümüzü, öz iradəmizi sübut etdik və bizim minlərlə milli qəhrəmanlarımız, vətən müharibəsi qəhrəmanlarımız 44 günlük savaşda öz gücünü göstərdi. Və Firin Asifin arzuları bugün kim olubdur? Biz inanırıq ki, onun ruhu bugün Azad Qarabağda dolaşır və biz bir xalq olaraq da bugün öz sevinçli günlərimizi yaşayırıq. Və bundan sonra da biz düşmən elə bir cavab vermişik ki, yüzünlər boyunca bizim torpaqlarımıza kəm gözlə baxmağa onların cəsarəti çatmayacaq. Və bu birlikdə, bu işğallardan azad olmuş torpaqlarda bugün də bizim insanlarımız yaşayır. Bugün də təsadüfi deyil ki, Azərbaycan Kickboks Federasiyasının klubları da orada fəaliyyətə başlayıbdır. Biz inanırıq ki, oradakı klublardan da gələcəkdə bizim qəhrəmanlarımız, bizim dünya çempionlarımız, hər zaman vətənimizin adını tutan igidlərimiz böyük, başa gələcəklər və bu münasibətlə bir daha hər birimizi təşəkkür edirəm və bu yarışda uğur qazanan gələcəkdə bizim dünya çempionu olacaq uşaqlara uğurlar arzulayıram. Bir daha hər birimizə təşəkkür edirəm. Sağ olun. Onların da arasında Azərbaycan Kickboks Federasiyasının fəxri prezidenti və Suraxanı rayon icra hakiminin başçısı cənab Adil Əliyev var. Alqışlarımızla təşəkkür eləyək Adil bəyə ki, bugün buradadır, yarışımızı yaxından izləyəcək. Və çıxış üçün isə sözü vermək istəyirəm. Milli qəhrəmanımız Firin Asifin oğlu cənab Azər Məhərrəmov
çıxıb çıxa bilir. Burada çıxa bilərsiniz, paraşüt seçməliyik, neyini? Qəhrəm atmosferi nasibir. Qardaşı cənab Ədalət Məhərrəmova. Alqışlarımızla dəvət edilir Ədalət bəydən. Sizi burada görmək bizim üçün xoşdur. Çok sağ olun, teşekkür ederim. Çünkü tədbirlərimiz var. Tədbirlərdən öncə mənim bir daha dəvət edəcəyim Azərbaycan Cümhuriyet Federasiyasının prezidenti Orxan Əliyev cənablarını və Milli Qəhrəmanımız Firdansın oğlu Azər Məhərrəmov cənablarını dəvət edəcəyim zəhmət olmasa yaxınlaşdırsınlar. İlk olarak tertip için sizleri alkışlarıyla Azerbaycan Cumhuriyet Federasyası'nın idare heyetinin üzvü, Dünya ve Avrupa Çempiyonu, Ebeşlerin Bonus'tası Esed Hüseyinoğlu alkışlarımızla davet ediyorlar. Buyurun. İndi ise devlet olduğu Cemil Erdoğan, Osmanlı gösterdiği milliyet ve kalbimlere tertip oldu. Alkışlarımızla davet edelim.
İndi isə dəvət olunub Bakı Şəhər Gənclər və İdman İdarəsinin nümayəndə heyəti Rəşid Heydərov. İndi isə tərtibimizin dəvət olunub 28 Federal Sezginin təsisçisi Nihat Zeynallı almışlarımızla Orman və İdmançılara göstərdiyi diqqət və qayğı edilir. İndi isə almışlarımızla fəxr edib olan yardımcı görüş növbələrinin dünya və Avropa çempionu, yine bir bakımının icraçı direktörü Tural Cavallı. İndi isə tərtibimizin Azərbaycan Kickboks Federasiyasının prezidenti Orxan Əliyev cənablarına fəxri fərmanı təqdim edilir.
Elçin bir nömrə. Başınızdan girək. Arda görüşək. Salam, necəsən? Tam evi 2015-17-ci ildə yarı final döyüşlərində start verilir. Burasını görək. Asış dövüşləri Avşin'den devam ediyor. Maçlar hazır olsun. İkinci dövüş. Namiye Bey, Aliyo. Meryem. Yurdum yuvam eskenim sen Azerbaycan Bedenim sen Azerbaycan İçeriden keçirsən, içeriden. Sen mi ol? Sənəzadə Zahid Zeyn Əşrəf Rəsul Sərəsi. Oraya yere varsa. Tamam, sen yerin burada. Şehti YL 407 Prado zəhmət olmasa başını çəkəcək. 77 YL 407 Oğlu, dünya şampiyonu, Canan. tərəfdən aldı sağlam, zəhmət olmasa. Çox sağ olun. Qurbanzadə, Məhməd oğlu, Qurbanzadə Cahangir, Aliyo, Əlizadə Haykan Aslan. Hüseyin Akdeniz zamanında Memniyet İlham Alcan.
İlerleyen oruçların yeri Hüseyin bu dördünemin. Hazırlaşır 45 kilogram olan idmançılar. Şərifzadə Süleyman Ağcanavar Hüseynov Nihat Daxili İşlər Naziri. O gün 4'ünün hesabı diyeceğim bak. O gün baba Biz şanlı ordumuzun rəşadətin neyranıyıq. Döyüşən hər əskərin cəsarətin neyranıyıq. Ali baş komandanın siyasətinin neyranıyıq. Düşmanı yaman saldı çaş başa Azərbaycan. Yaşa Azərbaycan. Dilimizdə bir şuar var, yaşa Azərbaycan. Yaşa Azərbaycan. Səni dünya tanıdı birbaşa Azərbaycan. Yaşa Azərbaycan. Dilimizdə bir şuar var, yaşa Azərbaycan. Yaşa Azərbaycan. Səni dünya tanıdı birbaşa Azərbaycan. Yaşa Azərbaycan. İki dövlət, bir millət, heç sual sorğusu yox. Hansı bir dövlətinsə bizim kimi ordusu yox. Neçə dövlət yığılıb gəlsə yenə qorxusu yox. Kürəyin söküyübdü qardaşa Azərbaycan. Yaşa Azərbaycan. Dilimizdə bir şuar var, yaşa Azərbaycan. Yaşa Azərbaycan. Səni dünya tanıdı birbaşa Azərbaycan. Yaşa Azərbaycan. Dilimizdə bir şuar var, yaşa Azərbaycan. Yaşa Azərbaycan. Səni dünya tanıdı birbaşa Azərbaycan. Yaşa Azərbaycan. Cəm edib Azərbaycan vətən övladlarını, keşiyində görə hər an vətən övladlarını. Vətən uğrunda verən can vətən övladlarını, qızıl hərflə yazır yaddaşa Azərbaycan. Yaşa Azərbaycan. Dilimizdə bir şuar var, yaşa Azərbaycan. Yaşa Azərbaycan. Səni dünya tanıdı birbaşa Azərbaycan. Yaşa Azərbaycan. Dilimizdə bir şuar var, yaşa Azərbaycan. Yaşa Azərbaycan. Səni dünya tanıdı birbaşa Azərbaycan. Yaşa Azərbaycan. İlhamla irəliyə gedirik, sevirik biz vətəni. Sabaha ümidlə baxırıq, unutmuruq dünəni. Sən özün fikirləş ki, kimsən axı ay erməni. Səni saldı necə dağdan daşa Azərbaycan. Yaşa Azərbaycan. Dilimizdə bir şuar var, yaşa Azərbaycan. Yaşa Azərbaycan. Səni dünya tanıdı birbaşa Azərbaycan. Yaşa Azərbaycan. Dilimizdə bir şuar var, yaşa Azərbaycan. Yaşa Azərbaycan. Səni dünya tanıdı birbaşa Azərbaycan. Yaşa Azərbaycan.
30 il bizə vermiş elə işgəncə zülüm 30 ildə itirib ətrini xarı bülbülüm Budur məqsəd və amal ya Qarabağ ya da ölüm Bir dənə gülləsin atmır boşa Azərbaycan Yaşa Azərbaycan Dilimizdə bir şuar var yaşa Azərbaycan Yaşa Azərbaycan Səni dünya tanıdı birbaşa Azərbaycan Yaşa Azərbaycan Dilimizdə bir şuar var yaşa Azərbaycan Yaşa Azərbaycan Səni dünya tanıdı birbaşa Azərbaycan Yaşa Azərbaycan Sən yalanlar istəhi, həqiqətlər axtardın Hansı ki, həqiqətlər içində hər vaxt vardın Nə gözəl 20% torpağını qaytardın Sən bütövlüklə gəlirsən xoşa Azərbaycan Yaşa Azərbaycan Dilimizdə bir şuar var yaşa Azərbaycan Yaşa Azərbaycan